ilə qurban olduğum nəsib eləsə 2-3 gün sonra Naibə ilə videolarımı görəcəksiniz. Mən də Naibəni ilk dəfə başı bağlı görəcəyəm həyatda. Uşaq biz necə arıqlayıb. Çox arıqlayıb Naibə. İki-üç günə paylaşacağım videolarını. İnşallah, hə. Ay Allah, mən təzəffür eləyirəm aeroportda o situasiyanı. Paylaşacağım. Yox, aeroportdan götürəcəyəm də. Az, hə, onun hərəkətləri keçib mənə. Hələ bu zakolka yığmaq teması. Ölürəm. Hə. Hə, elə. Yo, Naibə. Yo, Naibə gəlir. Yuxudan durmuşam, hə. İndi giyinəcəyəm. Hazırlanacağım. Hava bugün tutqundur, hə. Sizinlə səhər yatmışam da, süylə səhər saat 6-da. Səhər saat 6-da qızlarla canlıdaydım. 6 tamam idi qızlar, hə? 6 idi da, 7 işləyirdi daş. 6 idi, 7 işləyirdi, yoxsa 6-ya. İstidir. Doğrudan, amma hava tutqunda axı. Hə, tükəm. Binəqəddəki qonşularım bir iki də mənə yaxınlaşıb. Bibilər. Qızlar, mən arzum sən necə pis olmuşum. Az necə çox istəyirəm onları. Elə yaxşıdırlar. Mən görəsən bunu necə yığışdıra bilərəm ki, altlarında şey çıxmasın. Padruqan yoxdur. Mən padruqam yoxdur, yox. Padruqa artıq yoxdur mənim həyatımda. Elə tanışlarım var, amma padruq elədiyim heç kim yoxdur artıq. Qolundakı mənim bu yaşadıqlarımdır. Son dönəmdə. Anlamı ona gəlir. Səni gördüm. Can, çox sağ ol, ürəyim. Nə giyinim qızlar? Gedirəm şeyə də, dermatoloqa. Üz müalicəm üçün. Nə giyinim? Hə, həri. Ucu paylaşıblar hər yerdə. Onu istəmirdiniz? Məsafə belə elədi də. Sport. Az tünən o bir dənə ciş almışdım. Gəldim ki, indim şalvar əlbim mənə böyüdü. Etiketini də uca kesmişdim. O da tanışımdır. İstidir, doğrudan deyirsiniz. Məsafə qoymuşam da hamı ilə. O, yerlim, necəsən? Sənan bəy, teşekkürlər. Ətaxan. Əslində sizdən bir şey soruşmaq istəyirdim. Nə yazıb? Səni TikTok. Salam Famil bəy, necəsən? Necəsiz? Səni səbiş yazıb ki, Bakinka. Arzu səni TikTok bugünə qoydu. Allah haqqı yox. Məni öz səhvlərim bugünə qoydu. Necə, yəni? Yəni sesim gəlir. Canlıdayım. Yox, dirəkli deyil.
Yemeyeceğim. Dondu. Canlıdayım. Düzeldi. Düzeldi. Canlıdayım. Düzeldi. Hə, yəni özüm eləmişəm, heç kimi. Qızlar necədir məsəl üçün 16 yaşındakı gələndə aeroportdan icazə lazımdır. Yəni necə uşaq gəlmək üçün ana ata yazı sürətdə yazılmalıdır. Ya necədir? Tamam, bilirsiniz onu. Heç uçub evlatlarınız tək. Nə icazəsi lazımdır? Nə icazəsi? Əllə yazılmalıdır. Yox, 16-dan artıq yetişkin sayılır, uçmaq olar. Amma nə lazımdır onun üçün? Bildim, ata icazəsi əl yazı sürətdə, yoxsa çerez notarius? Yox, 16-dan sonra uçmaq olur. Necə olmur? Olur. Notariusdan mən verməliyəm, yoxsa ata verməlidir? Notariusdan... Hə, soruş da öyrəyim. Notariusdan mən verməliyəm, yoxsa atası? İkiniz də. Notariusdan. Doğrudan. Çerez notarius olmalıdır. Və istəyir, ChatGPT-dir, yox, problem yoxdur, 16 yaşlı deyə rahat uçuş eləyə bilər. Notarius'a gedib neynəməlidir? 18 yaş yoxdur axı, 17 olacaq. Eltern Einverständnis. Eltern Asan Xidmətdə soruş. Eltern Einverständnis, was brauchst du denn dafür, Naiva? Was haben die gesagt? Schreib mir mal oben auf WhatsApp. İcazə. Yaxşı, mən burada ola çerez notarius ona verə bilərəm. Hə? Mən burada ola verə bilərəm. Asan xidmətə getməliyəm. Sie meint, Azərbaycan muss noch mal Botschaft fragen. Azərbaycan səfirliyindən sən niyə soruşmalısan ki, sən Alman vətəndaşısan? Onun ona nə ədiyyəti? Ona Alman səfirliyi lazımdır. Yo, ola bilir. Nəbə zəng edib soruşub deyib Azərbaycan səfirliyindən soruşma. Azərbaycan səfirliyi nə əlaqə? Divarlanğısan. Alman vətəndaşının Azərbaycan səfirliyi nə əlaqəsi? Bax, hüquqşünas girdi. Hüquqşünas bəy, sizdən bir şey soruşum. Xaricdən əgər qız 16 yaşında qız uçuş eləyirsə bura, Alman vətəndaşıdır. Ona mən kimdən icazə almalıyım? Ümumiyyətcə icazə lazımdır. Çünki Azərbaycana gəlir. Hə. Yox, viza alacaq. Bəlkə zəng eləyim bir dənə. Bir dənə yığımasan xidmətə. Gözləyin. 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 Bir dənə mənə Asan xidmətin nömrəsi kimdə var desin də. Asan xidmətin nömrəsi kimdə var? 108. Soruşaq. 108 çağrı mərkəzinə xoş gəlmisiniz. Asan xidmət mərkəzləri barədə məlumat üçün 1. Asan kommunal mərkəzləri barədə məlumat üçün 2. Səyyar asan xidmət barədə Asan xidmət mərkəzlərinin iş rejimi barədə 1. Ünvanları barədə 2. Xidmətlərlə bağlı məlumat əldə etmək üçün 3 düyməsini seçin. Nəyi basmalıyım? Səsli menunu yenidən dinləmək üçün olduğu 0. Nəzərinizə çatdırırıq ki, aparılan telefon danışıqları
avtomatik olaraq qeydə alınır. Soruşarım. Danışıq yekunlaşdıqdan sonra göstərilən xidmət səviyyəsinin qiymətləndirilməsi menyusuna yönləndiriləcəksiniz. Yavaş-yavaş yazım. Alo, salam xanım. İldüzə Hacıyeva. Bir şey soruşum sizdən. Əgər Alman vətəndaşdır, az yaşlı, yəni 16 yaşında qız bura gəlirsə, mən nə icazə almalıyam sizdən? O heç. Vizanı alıcıyam. Onu bilirəm. Yox, onu demirəm. Mən bilsin nə deyirəm. Yaşı az olduğu üçün, yəni burada gələndə sərhəddə demirlər ki, uşağın yaşı az yaşlıdır, giriş eləyənməsi. Onu hara yığmalıyım? Dövlət sərhəd xidmətinə yığmalıyım. Aha, yaxşı, oldu, təşəkkür edirəm. Yox, təşəkkürəm, çox sağ ol. Oldu, sağ ol. Dövlət harasa yığmalıyım. Oradan soruşa bilərəm. Atasının icazını. Onu bildim, Qoş deyir. Kimə qoşum? Hüquqşünası. Atmaya bax istəyir. Məncə lazım deyil axı Azərbaycana. Məncə əsas Almaniyada. Yəni Almaniya icazə verməlidir çıxışı. Azərbaycan nə adiyyatı? Azərbaycanda sadəcə bilirəm ki 30 gündən 15 gündən 14 gündən yuxarı qaldın, gedib əsən xidmətdə bir dənə qeydiyyatı keçirtməlisən və maksimal 30 gün qala bilərsən. 30 gün sonra çıxış eləməlisən. O heç, onu bilirəm. Eyni şeyləri yenə mənə dedi. Bir də viza almalısan. Arzu qoş. Salam. Salam, necəsiz? Yaxşıyam, çox sağ olun, siz necəsiz? Çox sağ olun. Onu bizim asan xidmət, dövlət sərhəd xidməti bilməyəcək. Nəyə görə? O tənzimlənir Almaniyanın qanunlarına. Bizim qanunvericiliyə uyğun. Əgər Azərbaycan vətəndaşı olsaydı, Azərbaycandan Almaniyaya uşaq getsəydi, bəli, hər şey valideynin razılığı olardı. Və yaxud da biri ilə gedirsə, digər valideyn etibarnamə verməlidir və s. Amma Almaniyadan gəldiyi üçün həmin məsələ ümumiyyətlə Avropa qanunvericiliyinə uyğunlaşdırıldığına görə uşaq yekünlük yaşına çatana qədər, yəni 18 yaşına çatana qədər xarici ölkə vətəndaşıdırsa, Azərbaycana daxil olursa, hər iki valideynin bəli razılıq ərizəsi olmalıdır. Yaxşı, razılıq ərizəsi ata oradadırsa ata verir. Bəs ana buradadırsa ana necə verir? Ana buradan apostilindən verəcək. Siz Almaniya vətəndaşısınız, Azərbaycan? Məndə Azərbaycan vətəndaşı da var. Yox, siz ölkəyə hansı ilə giriş edirsiniz? Azərbaycan. Ay sağ olun. Burada siz apostilindən göndərməlisiniz ora. Onda onu da asan xidmətdə eləyirsən, sonra da onu tərcümə eləyirəm, Tərcümə təsdiq elətdirirsiniz, bəli, göndərsiniz ora. Apostilindən. Bəli, onun əsasında ata rahatlığını uşağı Azərbaycana gətirə bilir. Yox, ata demirəm, tək gəlsə. Tək gəlsə, hər iki valideynin razılığı olmalıdır. Hər iki valideynin razılığı da bir şəxs üzərində olmalıdır. Məsələn, uşaq tək başına ölkədən çıxa bilməz. Kiməsə davernus verilməlidir, etibarnamə verilməlidir. Başa düşürsünüz necə? Yekünlük yaşını çatmadığı üçün. Ona görə də hər iki valideyn, ata oradan razılıq ərizəsi verəcək, davernus verəcək, siz buradan verəsiniz, apostili gətirib göndərəsiniz. Onun biraz asan məsələ deyil. Asan məsələ deyil də bizdə də elədi, orada da elədi. Onda elə atası ilə gəlsin. Atası ilə gəlməyi daha yaxşıdır. Siz bir dənə etibarnamə verəsiniz, apostil elətdirəsiniz. Mən atası ilə gəlsə də etibarnamə verməliyəm. Verməlisiniz, Çünki nicah dövründə olduğuna görə, nicah pozulmadığına görə. Sizdə nicah pozulub, yoxsa nicahdarsınız?
Yox, nikahdayım. Nikahdarsınızsa Temur, bax orada fərqi yoxdur. 18 uşaq yəni atanın və yaxud da ananın himayəsinə verilmədiyinə görə hər ikinizin himayəsindədir də belə deyək. Ona görə də mütləq qaydada sizin də razılığınız lazım. Onda şeydə apostili asan xidmətdə eləyirəm. Orada elətdirə də bilərsiniz. Bu bir saylı notarusda da elətdirə bilərsiniz. Yerlər var. Demək elədir. Onda yenidə verilməlidir. Hə, verilməli olur. Təşəkkür edirəm, var olun. Çox sağ olun. Çox sağ olun. Gördünüz qızlar. Naibə eşitdin? Das soll heißen, dass das erstmal eine Genehmigung durch Konsulat sein muss. Ich habe nichts verstanden. Mən başa düşdüm. Bilirəm, o Hasan da çeriz notarius gedirsən, bir gün ərzində eləyib verirlər. Gün neçənci gündür? Neçənci gündür bugün? 3. Əslində atonla gəlsin ehtiyacı yoxdur. Amma yenə də lazımdır. Birdən də baxır şeyə. 2-dir, hə. Mən məsələn Naibə ilə gələndə, Elizabetlə gələndə məndən heç vaxt atasının icazəsini zadını istəməyiblər. O vaxtı bir-iki dəfə istəyiblər, o vaxtı. Amma bu son dönəm, son 2 il, 3 il gələndə heç vaxt istəməyiblər. Yəni ki, mən anayam deyə. Hə, anada şey daha çox olur. Hə? Yox, atası ilə gələrdi. Hə, heç nə, onda gedib notariusdan şey istəyərəm. Uçuş üçün. Ki, təsdiqnamə verirəm, hə, elə eləyərəm. Vəsə. Onda Naibə siz vizanı həll eləyin. Mən bunu həll eləyərəm. Sən mən pasportun zadının şəkilini at. Pasportun şəkilini at. Xarici pasportun. Bir də doğum şəhadətnamə at. Gedib sabah eləyərəm. Eləyərəm. 1 saatlıq işdə asan xidmətdə eləyərəm. Onu eləyim ki, sonra bilet alarım. Biletləri yanmasın da. Yolda problem olmasın. Hə, atası ilə. Köməklik lazım olsa deyər. Təşəkkür edirəm, var olun. Naibə deyir ki, əsas mənəm. Deyir ki, mən sənin yanında olum. Ha, can, azmama sənə qurban. Darıxıb da, qala bilmir. Məni görmək istəyir. Uşağım arıqlayıb. Etmişsin. Darıxmışam da sənin üçün. Oxuyuraq orası. Mənim kövrəyim.
Dedim ki gəlim sizinlə söhbət edim, keyfim açım, yenə belə oldu. İşte kızlar gedim içmeyeyim. Az heç nə. Bunqa heç nə. Naibə burada məni kövrətdi. Yuxarıdan yazıb durur. Kövrək olmuşam, hər şey olurum. Nəsə danışırlar, eləyirlər. Boğazım düyünlənir. Allah haqqı. Gedim hazırlanım. İnşallah. Ay gün Arzu ilə danışdım, gedirəm şeyin yanına, dermatoloqa. Gəlirsən, gəlmək istəyirsən, oradan da Milan yanına. Can, Aygün yanındayım da üzümü müalicə eləyir. Aygün Omar, o hansı ki üz müalicələr eləyir. Yaxşı qızım, yaxşı. İnşallah. Sabah mən həll eləyərəm, sən mənə dediklərimi at. Müalicədir də, üz müalicəsi qızlar. Neçə kilosu, indi arıqlamışam. İndi 52 zad olaram, indi çox arıqlamışam. Yenə XS giyinirəm. M giyinirdim, indi XS giyinirəm. İndi yenə çox arıqlamışam. Arzu qaş əkdir. Ay nara. Bilsən mənə qaşa görə nə qədər yazırlar ki, gəl əkdirim. Həvəsim yoxdur. Azərbaycanda reklamla bağlı səhifəmdə nömrə var, oraya yazın. Aytan xanım da baxır işimə. Kamil bəy, təşəkkür edirəm. Çox qəşəng, yəni nəticə gördüm. Adam, nə deyim, qızlar Allah şahidi, mən nə gün deydim. Vallahi arıq idim. Düzdür, indi lap əvvəlki kimi arıqlamamışam. Əvvəl 49 idim. Qalxmışdım 61-ə. İndi 53 sad olaram da. Mənim ideal kilom 55-dir. Çünki boyum balacadır. Ucu 61-də mənə hamı deyir ki, Arzu, həm boyun çox balaca görünür, həm də dəhşət kökəlmişsən. Üzüm bir süneydim. Bax belə. Girin, orada bir videom var. Adı nədir? Səhifəmdə olmalıdır, hə. Şəhətlər xiyabanına getmişdim, başımı bağlamışdım. Orada üzümə baxın, nə boydadır. Bax belə, başörtüdəyəm. Son olan o videolardan. Sabitlənən yox, son olan videolardandır. Orada gör nə boydayım. 61 kiloydum orada mən. İndi belə yaxşıdır kilom. Nə çox arıq, nə çox kök. Çox arıqlam, hə. Yox, arıqlamam kofe ilə deyildi. Arıqlamam sadəcə şeylə idi. Adı nədir? Stressdən zaddan. Ürəyim istəyir gedim rəvayət oxuyum. Nə deyirsiniz? Allah haqqı.
Başımı qatıram da. Allah haqq elə istəyirəm. Qaraçınımın o rəvayətini oxuyum. Sök etdim mən, öpürəm sizi. Gedim hazırlanım. Sevirəm sizi, yaxşı ki varsınız. Qızlar, gedin son videoma komment yazın da qəşəm. Like dedin. Desə mən bir ilk olaram Azərbaycanda rəvayət deyən. Bu mahnı qəşəndir. Bu oğlanı tanımıram. Bax qızlar, da mahnıya baxın. Qəşəndir. Ay canab, yazmışsan mama mama. Mama oxşayıram adə. Velizara oxşayırsan. Hə, deyirlər Velizarın qız versiyası. Görünüşdə. Hə, yığıram, yaxşı. Yığıram Günka. Öpürəm qızlar sizi. Getdim. Gələcəyəm axşam. Doğrudan gözlərim açıldı.